Bak bura oturun. Müəllim gəlir. Salam uşaqlar. Salam Eynulla müəllim. Növbətçi kimdir? Mənəm. Hamı yığılıb? Bəli, 2 nəfər də təzə gəlib. Ha, təzələr sizsiz. Adın nədir? Zərifə Ağazadə. Səninki? Mirzəyev Rəşid. Paltarlarınız biraz qədim yanadır. Siz heç Marsda olmusunuz? Xeyr. Baxtınız gətirib, biz bugün bütün günü Marsda olacağıq. Əyləşin. Kəmərləri bağlayın. Kəskin hərəkətlər eləməyin. Bəs sürücü hanı? Budur. Bax, bu pult bütün uçuş zamanı gəmini idarə edir. Bunun üçün yalnız düymələri basıb, cihazların hərəkətinə nəzarət etmək lazımdır. Bir baxın. İndi qayışları açmaq olar. Qayışı var, onlara bax. Rəşid, ora bax! Zərifə! Uşaqlar, burada gülməli bir şey yoxdur. Adi çəksizlikdir. Yoldaşlarınıza köməkliyin otursunlar. Bu da bizimki kimin rakettir? Salam Vasili Dmitrievich. Salam Eynulla müəllim. Siz öz yetiştirmələrinizlə hara belə? Yaxına, yeni yeriyə. Bəs siz? Biz Mars'a. Yadınızdan çıxmasın. Bugün axşam saat 8-də məktəb müşavirəsi var. Çalışın, gecikməyəsiniz. Yaxşı yox. Xudahafiz. Uşaqlar, indi biz ayın yer kürrəsindən görünməyən hissəsi üstündən keçirik. Kim ayın bu hissəsi haqqında ətraflı danışar? Rəşid, sən danış. Otur, otur. 1959-cu il aprelin 4-də Sovet İttifaqından Aya bizim kosmik raketimiz göndərilmişdi. Bu raket 65.200 kilometre məsafədən ayın bizə görünməyən tərəfinin foto şəklini birinci dəfə olaraq çəkmiş. Ayın öbür üzündəki ən əhəmiyyətli obyektlər belə adlandırmışlar. Böyük krater dənizi Moskva dənizidir. Onun cənub hissəsindəki körfəz Astronavtlar körfəzidir. Kifayətdir. Zərifə, ardını sən danış. Cənubdakı krater Tsiolkovski krateri, qərb hissədəkilər isə Lomonosov və Joliot-Curie kraterləri adlandırılmış. Dağ silsiləsi Sovet silsiləsidir. Cənub-şərqdəki dəniz Arzu dənizidir. Çox gözəl. Hər ikinizə 5 yazıram. Görünür, siz bir neçə dəfə ayda olmuşsunuz. Yox, biz bir dəfə də ayda olmamışıq. Düzdür. Elə isə, biz məhz sizin üçün aya inərik. Sizinlə birlikdə növbətçi də gedəcək. Vaqif, təbliğələri hazırla. Aha, lap yaxşı. İndi isə gedin. Amma ehtiyatlı olun.
ne şekiller çıkacak? Reşit, neredesin? Reşit! Buradayım! Tut beni! Hüner'i vurursun elinden tutar. Reşit, yoksa ezilmişsin. Sovyet İttifakı'nın mempeli. Mempel! Gör necə atlanırlar. Keçi kimi. Sovyet İttifakı'nın mempelini tapmışım. Biz Sovyet İttifakı'nın mempelini tapmışız. Ha, uşaqlar, bu Wimpel'i. Aya Sovet İttifaqının kosmik raketi 1959-cu ildə gətirmişdir. Olur bakın. Sentyabr 1959 il. Uşaqlar, səfərimizə davam edirik. Dayan, dayan. Sən bu xalatı hardan götürmüsən? Bu halat bizimdir Eynullah müəllim. Belə xalatı muzeydən götürüb geymək? Axı bu nə deməkdir? Eynullah müəllim, bu halat bizimdir. Bəli, bu bizim xalatdır. Heç utanmırsınız, yalan danışırsınız. Eynullah müəllim, biz doğru deyirik. Axı bu bizim halatdır. Bunu bizə məşhur sehirbaz İyokio verib. Mən özüm də əvvəlcə inanmırdım ki, bu halat sehirlidir. Amma sonra... Sehirli xalat? İndi başa düşdüm. Yer kürrəsi, yer kürrəsi. Danışan 1832 nömrəli kosmik raketdir. Uşaqlardan ikisi xəstələnib. Biz geriyə qayıtmağa məcburuq. Eynullah müəllim, lazım deyil. Biz sağlamıq. Sizin yanınıza da bu halatda gəlmişik. Bu xalatda Ona görə də biz halatı qızıl balıqlı üzünə geymişdik. İcazə verin. Əgər indi mən desəm, Kintamani, Kintamani, İşbara, Amaravati, Amaravati, Chandrika.